Mənim xanımım çox baxımsızdır. Daim ev işlərindən, uşaqlardan şikayət edir. Evə gələndə güləriz görə bilmirəm. Sevgilim var, onunla ciddi düşünmürəm, amma üzümü güldürür. Onunla çox rahatam. Belə halda da evdə problemlər yaranır. Bu asılılıqlardan necə qurtulum? Baxın, kişilər qadınlardan istədiklərini ala bilmək üçün birinci növbədə onlara şərait yaratmalıdır. Əgər kişi dadlı yeməklər istəyirsə, keyfiyyətli ərzaq almalıdır. İdeal, baxımlı bir qadın istəyirsə, idman zalına, masaja göndərməlidir. Çox vaxt qısqanclıq, qıraq düşüncələr, yanlış ötürülmüş inanclar səbəbilə bəylər öz ailələrində xoşbəxt ola biləcəkləri şəraiti yarada bilmirlər. Belə tip ailələrlə cütlük seansında çox qarşılaşmışam və birlikdə işləmişik. Nəticədə yanlış inanclardan, qıraq düşüncələrdən qurtulan kişi və qadın yeni bir ailə modeli inşa edirlər ki, bu ailə modelində kişi sayıldığını hiss elədiyi üçün, qadın da sevildiyini hiss elədiyi üçün daha xoşbəxt yaşaya bilir.